Eyla, gözünüze dönüm. Mehmet Ali, Ha, atlara yazığın gelmir. ha. Niye kavursan? Konak, belki sen telaşmırsan. Ancak ben özümü eve tez çattırmalıyım. Bugün bayram akşamıdır. Ha, Müslümanların teze elidir. Ha, Novruz bayramıdır. Bu akşam gerek ham uşaqlarını başına yığıp şadlık eyle. Gözünüze dönüm. Ha. Düz deyirsən qonaq, tələsən təmdirə düşər. Yandıra qalasın səni. Neçə uşağın var Mehmet Ali? Dövlətliyin uşağı az olar. Kasıbın nəyi olmasa uşağı sürü iləndir. Böyük oğlum Osman'ın 16 yaşı var. Amma heyf ki boydan o söz, kasıbdır. Fikir eləmə. Dünyanı ta əvvəldən göday boylu kişilər idarə eləyiblər. Ürəyini sıxma, bəlkə onun da boyu uzandı. Dedim uşaq böyüyüb gəlin mənə kömək olar. Ancaq zalim oğlu heç faytona yaxında gəlmir. Taksirlərin hamısı uğurlu səhmətdədir. Kimdə? Kimdə dedin? Bizim poçta müdiri, uğurlu səhmətdə. Fitilməkdə oxuyub. Pis adam deyil, yaxşı adamdır. Akşama kimi uşaqlara Rus kitablar oxuyur. Ancaq namaz qılmır. Kur'an'ı hiç eline dalmış. Ya Allah! Deyəsən axı sən Əhmədi əməlli başlı tanıyırsan ha Mehmet Ali? Bir yerde işləyirik də. Sən elə bilirsən fayton mənimdir. Xeyr, poçtundur. Bura bax ona. Sən bizim kəndə nəyə girsən? Bayrama? Hə? Ha? Ha, onda laf yaxşı. Getdik, gözünüzə dönüm tərpənin görək. Allah sizi xoşbəxt eləsin. Amin. Bayramınız mübarek. Bayramı mübarek kızım, bayramı mübarek. Aşağı kullandık. Hoppa. Hop. Hop. Aman aman. Bırak kes sesini. Sakin. Bismillahirrahmanirrahim. Eşhedü enna Muhammeden Resulallah. Bu yüzük kimindir? Niye doğrudan? Dedim sana. Pakize, deyim bir gündən nə keçin? De. Ay kızlar, kaçın, oğul gelir. Kapını açın, oğul gelir. Məhmər döşək, gül yastıq, harasını açın, oğul gelir. Yüreğimden dedim ha. Ay kızlar, ora bakın bir. Ha Şampa, növbə sənindir, başla. Uşaqlar yol verin. Görək bir baxtımıza nə çıxacaq. Ay kız, Pakize, ne bileyim sen gözaltı kapıdan görecek. Bu ki bacıdan bakır. Ona göre içinde ne var? Ay, bunun içi boştu. Ay kızlar, onlar bayram paylarını almamış, damdan düşmeyecekler. He, Məsmə xala, onda elə Pakizəni qoya heybeye gönderək.
Kim bilir, bəlkə səndən ötürü gəliblər. Hanı məndə o bağ? Ay qız, o benim yemişini bura gətir. Dayan. Bu saat görərsiniz. Onların bayram payını mən indi özüm verəcəm. Bunlar yatıblar, nədir? Ne pay gözləyirlər? Ey, damdakılar, payınızı alın. Oy oy, ne yaman ağırdı. Ben size dedim de bura gelin. Yəqin yaxşı yeməli şeylər var. Bu nedir? Hadi qaçdı ki! Bizi yamaza doladılar ha. Bu ne demekdir uşaqlar? Bu o deməkdir ki, əgər pişik bıraktın əlindən, götür kəpişi vur kəllədə. Neyle? İndiki belə oldu, biz de bu elin dişini yaparlar. Gel uşaqlar. Görürsən qəsəb oğlu necə baş-başa veriblər? Ha uşaqlar buradadır, Osman kes. Sakit, uşaqlar, sakit! Kapını niye sındırırsınız? Şeyimizi verin. Dedim ki size el çekmeyeceğim. Hadi işinde olur. Şeyden kim lazımdır Açın size? kapını. Şiirden de gelmiş aparmalıyım. Ne bir şey? Pişik də, miau, miau! Bir temiz olsun bu saldaçlar. Sen kim? Kızlar. Kızlar. Sakitçe yerinizde əyləşin. Bir kəlmə danışmayın. Onlara pişik lazımdır. Koyun nəni aparsınlar. Kimi burada köteylemeye Dayan lazım? bir yere. Uşaqlar, bir bunlara bakın, görün sakit kuzu kimi necə oturublar. Güya bu işten bu xanımların heç birinin xəbəri yoxdur. Osman, kərpici ver görün. Deyəsən o da. Ben bu saat onu tapım. Özüm mənim var. Ay kız, pişiyi heyviye sen koymuştun. Uşaqlar, deyəsən bu dəcəl qıza oxşamır ha? Sən iç. Miau. Miau. Ha, deməli pişiyi gəlinə buraxmısansa bu kərpic də vur kəllənə. Ha, indi sən məndən qutara bilməyəcəksən. Bura gəl. Gözler kömür. Şahla geçerli gelen süper daha oraya geldiğinde. Hoş geldi! Hoş geldin. Buyurun balalarım, bayram aşıydı. Həmişə şaddılar. Evet, Çok sağ olun. Bu da benim. Kasaboğlu bu olmadı ki. Yanını götürün de. Bəs salatın hanı? Qardaşı sensin. Sen bilməlisən bacı nerdadır.